Herkese salam, kanalıma hoş gelmişsiniz. Benim səhərim həmişəki kimi bir stəkan kofe ilə başlayır. Siz qızlar belə eləyəndə mən çox utanıram. Düzdür, açmışam, amma sizə də göstərmək istəyirəm. Bir izləyicim mama ilə birlikdə mənə hədiyyə göndərib. İçində burada məktubu da var, amma məktubu sizə göstərməyəcəm. Mən sizə hədiyyə verməliyəm, siz mənə yox. Burada qızlar belə bir su içmək üçün stəkandır. Mukbang üçün istifadə edəcəm. Məncə çox qəşəngdir. İzləyicimin adı isə Elnazdır. Çox sağ ol. Mən o qızı Instagramdan tapmışam və axşam istəyirəm onun üçün də bir balaca hədiyyə yığım, simvolik olsa da belə və onu da sevindirim. Çünki belə olduğu halda mən özümü borclu hiss edirəm. Burada isə belə qəşəng məktub. Sizə oxumayacağım bunu. Burada yazılıb Aynur xanıma izləyicidən. Belə. Sizcə bu paketin içində başqa nə var? Nə ola bilər? Təbii ki, belə bir mişqalı highlighter. Həqiqətən heç bir ehtiyacı yox idi, amma yenə də çox sağ ol. Belə yaxından da göstərim sizə bu mişqanın gözəlliyi və parıltısını. Dəhşət gözəldir. Burada bir dənə də məktub var və sonunda belə gözəl rezinka. Bunu da mütləq istifadə edəcəm. Çox sağ ol. Axşam zapasda olan məhsullardan mən də bir hədiyyə yığacam mütləq. Bu dırnaqları qızlar özüm eləmişəm. Dermagel lakdır. Çox da uzanmayıb, amma nəsə o qədər də ürəyimcə olmadı. Nəsə bir fərqli bir şey istəyirəm. Ümumiyyətlə sadə dırnaqlar eləyəndə çox tez bezirəm mən o dırnaqlardan. Ona görə bugün hələ saat 1-də biz korreksiyaya yazılmışıq. Amma hələ ki vaxtımız var. Gəlin bu bağlamanı açaq. İlk öncə gəlin paltarları ütüləyək. Sonra isə xırda şeyləri və bijuteriyaları bir yaxından sizə göstərəcəm. Çalışacağım qızlar bir gündən bir vlogları paylaşım. Düzdür, söz verməyə qorxuram, amma çox çalışacağım, daha aktiv olum. Sizdən isə yalnız bir xahişim olacaq. Əgər hələ də mənə abunə olmadan mənim kanalımı izləyirsinizsə, mütləq bu düyməsini basıb qırmızı knopkanı boz eləyin. Həqiqətən hər bir bloger üçün bu çox önəmlidir. Niyə görə son zamanlar daha az kontent çəkirəm? Çünki mənə elə gəlir ki, mənim ev həyatım, ev rutinim çox da maraqlı deyil. Amma indi özümə söz vermişəm, qısa da olsa, lap qısa alınsa yenə də eybi yoxdur, amma vaxtında videoları paylaşam. Ümid edirəm ki, məndə alınacaq. Bunu qızlar ütüləmədim, çünki ehtiyac yoxdur. Bir materialları çox sevirəm, hansıları ki, qətti qırışlanmır. Bu da elə bir materialdır. Sadəcə bunun altından kropu da geyinəcəm, ağ. Nude rənglərdə belə kroplar sifariş eləmişdim. Bunlardan ağ yaraşacaq. Bunun çox gözəl mayiçli materialı var. Düzdür, qırışlıdır və həmin anda evdə işıqları söndürdülər. İşıqlar bizə maneçilik törədə bilməzlər. Ona görə heç bilinmir əslində ki, qırışlıdır. Deməli, bu koftanı siz krop kimi də geyinə bilərsiniz. Sadəcə yaxası aşırı dərəcədə açıqdır. Həm də ki, qolları uzundur deyə, yəni ki, soyuq havada göbək açıq gəzmək o qədər də məsləhətli deyil. Ona görə mən sadəcə ağ kropla geyinəcəm. Düzdür, prosta sizə göstərmək üçün belə yüngülvari bağlayıram. Amma məncə qəşəng görünür. Heç altındakı kofta qırışlı olduğunu hiss olunmur. Məndəki razmer S-dir qızlar və qiyməti 21 manatdır. O qədər rahat bir dəstir. Dəhşət. Buna bənzər bir donum var. Onu New Yorker'dan 79 manata almışdım. Amma orada belə iplər sallanmışdı. Bəzi yerlərdə belə iplər sallanıb bunun isə qiyməti sərf eləmirəmsə 42 manat almışam, amma qəşəng oturur eynimdə. Razmer olaraq XS götürdüm, yəni ki, ən balaca razmerini və bunu kalgotka ilə, sapaşki ilə qışda çox gözəl kombin eləyəcəm. Və yaxşı ki, XS-i götürdüm, çünki belimdə yaxşı oturdu, yoxsa boş olacaq idi və boş olduğu halda qəşəng görsənmir. Arxada burada onsuz da rezin var təmizləmək üçün. Amma çox böyük götürməyin, çünki boş olsa qəşəng görsənməyəcək. Məncə əladır. Geyindiyim paltarları sразу şkafa yığmaq istəyirəm. Birdən qorxdum. Elə bildim ki, ilandır. Bir anlıq mənə elə gəldi ki, ilandır.
Amma sonra başa düşürəm ki, yox, bu ilanın belə popası da var. Adə, neynirsən sən burada? Şəkildə bu koftanın rəngi o qədər gözəl düşmüşdü, amma adətən elə olanda rəngi çox solğun bir şey gəlir, amma burada elə olmadı. Həqiqətən şəkildən realda daha gözəl bir rəngə malikdir və bunun fərqli rəngləri var və hamısı çox gözəl. Qışda geyinəcəm. Əslində yalnız qışda yox, indi də havaları biraz soyuyan kimi geyinmək olar. Çox gözəl oturub, düzdür, bu şalvarla yox, bu ev şalvarına sadəcə primyerka eləyirəm. Başqa cins şalvarla, ətəklərlə qəşəng kombin eləmək olar. Məncə çox gözəldir. Ən əsasdakı qol detalları geyinəndən sonra daha çox bəyəndim. Qiyməti deyəsən 20 manat civarındadır, səhvləmirəmsə və standart razmerində gedir. Qızlar, təkrar baxdım və gördüm ki, razmeri standart deyil, səhv demişəm sizə. XS razmeri götürmüşəm mən, amma belə XL-ə qədər razmer var. Paltarını bitirdik. İndi isə keçək bijuteri. Əsas qızlar, orqanayzer sifariş eləmişəm. Hansını ki, çoxdandan istəyirdim. Bundan əvvəlki vloglarda mən sizə şəklini göstərmişdim və demişdim ki, bunu sifariş eləmişəm. Çünki mənim orqanayzer hal-hazırda istifadə elədiyim üzüklər üçün nəzərdə tutulub. Vay, bunu yığmaq lazımdır ki. Görürsən, bunu mən özüm yığa biləcəm. Burada belə bir instruksiya var əslində. Ağlından keçən ilk fikir sizcə nə ola bilər? Qardaşıma zəng eləmək lazımdır və öyrənmək dəqiq saat neçədə evdə olacaq. Sonra şurupları gördüm və gördüm ki, çox asan yığılır. Dedim ki, heç olmasa sınayım, alınmasa sonra gedərəm. Day bilmirəm, mənim başım xarabdır, yoxsa necə? Sifariş eləməkdən əvvəl mən baxdım və orada yazılmışdı 24 sm. Mən də öz orqanayzerimə yaxınlaşdım və baxdım o neçə santimetrdir. Gördüm ki, bu ondan balacadır. Buna görə isə biraz keyfim pozuldu, çünki balaca istəmirdim, daha böyük istəyirdim. Götür qoy eləyirdim, fikirləşirdim, alım almayım. Amma gələndən sonra baxıram ki, 30 cm-dir. Temuya girirəm və orada da 30 cm yazılıb. Day bilmədim, mən səhv baxmışam, yoxsa məlumatları dəyişiblər. Temuda adətən əksinə olur, amma mən şəkildə bunu daha balaca təsəvvür eləyirdim. Hətta santimetrlərə də baxmışdım. 24 cm yazılmışdı, amma kifayət qədər böyükdür. Ən əsasdakı konstruksiyası qəşəng ağırdır. Yəni düşən deyil. Çox gözəldir, çox xoşuma gəldi. Burada deməli çəplərinizi asırsınız. Bu iki seyirmə sırğaları üçündür. Burada isə qolbaqlar. Burada balaca başqa aksesuarlar qoya bilərsiniz. Bunu da çox tərifləmişəm sizə qızlar. Həqiqətən gözəldir, amma üzüklər üçün. Əgər çoxlu üzüyünüz varsa və yaxud yumru belə sırğalar üçün də yaxşıdır. Amma belə sırğalar düşür. Görürsünüz, hamısı düşüb bura. Ona görə onu sifariş elədim. Son zamanlar belə şkatulkalardan xoşum gəlmir. Çünki burada çox dağınıq bir görüntü alınır. Həm də ki, yadımdan çıxır ki, misal üçün belə bir qolbağım var idi və taxmıram. Bunun ikinci siyirməsi də var və buradakı bijuteriyaları hamısını istəyirəm buraya yığım. Sadəcə bir dənə baxın, 8 dənə qolbağı necə gözəl yerləşdirdim. Hələ burada var qolbaqlar üçün, çox funksionaldır. Sırğalarım isə əksər belə xırda sırğalardır məndə. Onları da bir asacağım. Amma təəssüf ki, hal-hazırda vaxtım yoxdur. Çünki dırnağa yazılmışam və bu proses biraz vaxt çox aparan prosesdir. Ona görə bağlamanı tam olaraq açım. Nələr var idisə, bunu isə axşam eləyəcəm. Həm rəfiqələrimdə, həm də ki, Zara'da görmüşdüm. Belə böyük aksesuarlar hal-hazırda çox dəbdədir. Ona görə mən də sifariş eləmək istədim. Belə bir şey. Gözəl iri detalları var. Həm qızıl hissələri, həm də ki, gümüş. Məncə çox qəşəngdir. Həm də ki, sadə obrazlarla tamamlamaq üçün çox gözəl görsənəcək. Zara'da 100 manata idi. Mən fikirləşdim ki, Temudan sifariş edeyim. Neyirəm, bijuteriya o qədər çox pul verib. Ona görə bunu götürdüm. Əksər insanlar rəylərdə 4 ulduz qoyurdu, çünki çox böyükdür. Gözləmirdik bu boyda yazırdılar. Mən isə o yazıları oxuyanda başa düşdüm ki, əsl mən istədiyim kolyedir. Çünki mən kakraz böyük istəyirdim, böyük olsun. Amma çox da ağır deyil, bu hissələri plasmasdır.
Və özümə bir şey söz vermişəm ki, çox ucuz bijuteriyalar da Temudan sifariş eləyəcəm. Bunlar ikisi də paslanmaz polardır. Bu biri qolbağdır, onu 12 manat almışam. Sırğası isə 10 manata idi, amma qaralmayan bir materialdır. Diqqət versəz, Temuda hər bir bijuteriyanın materialı yazılıb və mən sizə məsləhət görərdim ki, paslanmaz polad seçəsiz. Onlar qaralmır. Düzdür, biraz bahadır, amma 100% bilirsiniz ki, həmin bijuteriya qaralmayacaq. Çünki bəzən elə şeylər var. Axşam sizə göstərəcəm. Bir-iki dəfə taxmışam, uca qaralıb. Düzdür, çox ucuz almışam. Amma ondan yaxşıdır ki, biraz baha alım, amma daha mükəmməl bir şey olsun və ilərdə taxım. Qəsdən belə yaxından göstərirəm sizə. Düzdür, qolbaqları çox sevirəm, amma taxmağa adam tapa bilmirəm. Mama uzun dırnaqlarına taxa bilmir, mən bir əlimlə taxa bilmirəm. Ona görə qalıram belə. Amma bunu mütləq taxacam. Bunu isə sırf shorts video çəkmək üçün sifariş eləmişəm. Göy ənlik heç görmüsünüz. Essence da təzə çıxıb, bilmirəm nə qədər yığacaqsa bu video, amma sifariş eləmək istədim. Əslində şəkildə daha göy görsənirdi. Bu belə ambra effektli. Məncə çox şirin görünür burada belə kiçik buludlar. Amma videoda sınayacağam. Qısa video çəkəcəm shorts. Bir şey səhv elədim. Bağlamanı gərək mən gələndən sonra açardım. Çünki çox gecikirəm. Kvadrat formadan sanki biraz bezmişəm. Ona görə dəyişiklik olsun deyə başqa forma eləyəcəm. Və nəsə bir tünd bir şey istəyirəm. Ya qara eləyəcəm, ya tünd göy eləyəcəm. Çoxdan eləməmişəm. Axı bir maraqlı bir şey istəyirəm. Həm də ki, video çəkəcəm Instagram üçün və düşünürəm ki, bir rəngli, adi standart nude dırnaqlarımı eləsəm, maraqlı olmayacaq və videoda yaxşı yığmayacaq. Ona görə fərqli bir şey eləyirik. Biraz çox elədim elə bir kim. Sadəcə möhtəşəm. Çox gözəl məhsuldur, mütləq alın. Bayırda hava isə nə soyuq deyil, nə isti deyil. Ona görə təzə gələn o bənövşəli dəstini geyinmək istəyirəm. Altından mayka geyinəcəm, qəşəng. Heç oxları çəkməyəcəm. Çünki birdən pis alınsa, onları silməkdə vaxt aparacaq. Ona görə prosto duş. Dırnaqdır, saçdır, digər xidmətlər olsun, hamısını özümə yaxın seçirəm. Yola çox vaxt sərf eləməmək üçün. Bunu mən 10-cu sinifdə oxuyanda bildim. Rus dili üçün çox yaxşı bir müəllim tapmışdım, amma təəssüf ki, inşaatçılarda qalırdı. Abituriyentlər yəqin ki, bilir, 8 dərsini, yəni ki, bir ayın pulunu əvvəlcədən verirsən. 2 dəfə 2 dərsə getdim və başa düşdüm ki, yolda dəhşət yoruluram. 1 saatlıq dərsə görə 2 saat 20 dəqiqə yolda qalıram. Və mən dedim ki, mən yalnız 2 dərsini gəlmişəm, onlar qalan pulunu sizdən alım. Çünki yol dəhşət məni yorur və bu söz onun çox acığına gəlmişdi. Dedi ki, nə qalıb ki, 6 dənə dərsdə axıra qədər gələrdin və sonra başqa müəllimin yanına gedərdin. Utanmırsan, müəllimdən pulunu geri istəyirsən. Uşaq olmağıma baxmayaraq bu sözə şok olmuşdum. Dedim ki, day lazım deyil, qalsın. Amma sonra pulumu qaytardım. Sadəcə düşünməzdim ki, müəllimin bu dərəcədə xətrinə dəyəcəyim. Bayaq sizə unpackingdə göstərdiyim bu dəsti geyinməyi istəyirəm. Çünki birazdan havalar soyuyacaq və heç geyinə bilməyəcəm. Hələ ki, bugün hava pis deyil, gəlin bunu geyinəyim. Və bu aksesuarla obrazımı tamamlayacağım. Düz həmişə deyirdim ki, böyük aksesuarları sevmirəm, amma bundan başqa heç nə taxmayacağam. Düzdür, insan özü-özünü tərifləməli deyil, amma o qədər xoşuma gəldi. Bu çantanı da özümlə götürəcəm. Bir də ki, dodaq kombo qaldı. Hal-hazırda havanın bir dönəmidir ki, kimsəsə başqa ilə gəzir, kimsə Vietnamka ilə. Mən isə bunları geymək istəyirəm bugün. Bayaqdan sizin üçün vlog çəkirəm, telefon əlimdən düşmür və ona görə zaryadkası azalmışdı. Yaxşı ki, mən dünən powerbankım gəlib, sifariş eləmişəm, o qədər rahatdır. Qoydum, dilim dolaşır, qoydum çantama, aparıram. Çünki orada da çəkəcəm və zaryadka mənə lazımdır. Deyəsən lift xarab olub, belə kəmlə düşür. Bugünkü obrazım o qədər xoşuma gəlir və yaxşı ki, bunları geyindim. Çünki balkondan belə baxırsan, hava süperdir, amma aşağı düşürsən, görürsən ki, külək var. Buraya isti geymək lazımdır.
Yəqin ki, məni Instagramda izləyənlər bilirlər ki, mən nəsə belə bir şey istəyirəm, amma kvadrat eləməyəcəm bu dəfə. Çünki ömür boyu kvadrat eləyirəm. Uca hardasa bezmişəm. Çox güman ki, belə bir forma eləyəcəm. Forma olaraq qızlar, belə bir forma olacaq. Tam istədiyim kimi illərdir kvadrat eləyirəm. Özüm üçün də qeyri-adi görünür belə. Əslində mən qızlar konkret bir fikirlə gəlmişdim ki, hansı rəngini istəyirəm. Sadəcə bunları biz Instagramda paylaşdıq və izləyicilərim mənə yazırlar ki, korичневый elə, qara eləmə. Ona görə qalmışıq belə, görəsən neyək. Konkret bilirdim, amma sizdən soruşandan sonra fikrim dəyişildi. Deyəsən cənnətə düşmüşəm. Bir dənə baxın necə burada bir desert hazırlayıblar mənim üçün. Almışsınız da bunu, marojna desertdə deyəsən. Давайте probe eləyək. Bu Dubayski şokolada bənzədim həmən. Dəhşət. Instagram üçün çəkirəm deyə burada çox da belə göstərmirəm qızlar, uca belə alındı. Bu iki barmaq isə qapqara olacaq, ortasına isə indi zərb vuracağıq. Amma forması mükəmməldir və mənə görə kvadratdan çox mənə belə dırnaqlar daha çox yaraşır. Bu da nəticəmiz. Çox qəşəngdir qızlar. Tam ürəyimcə oldum. Əllərimizə sağlıq. Sonuncu mərhələ. Yağ vururuq və məni yola salırlar. Bayırda da bir külək başlayıb. Külək məni aparmasa çox yaxşıdır. Instagramda məni takip edənlər çox güman ki, deyəcək ki, bunu artıq Instagramda biz görmüşük. Vloqada niyə əlavə eləmirsən? Mənim izləyicilərimin arasında xanımlar var ki, hansılar ki, Instagram ümumiyyətlə istifadə eləmirlər. Səbəbləri müxtəlif ola bilər. Bəzilərin yoldaşları qoymur, misal üçün, bilmirəm niyə burada nə var. Amma yenə də hər insanın bir baxış bucağı var. Amma əgər Instagramınız varsa və mənə abunə olmamısınızsa, mütləq eləyin. Çünki hər şey storiesdə paylaşıram. Vlog çıxmamışdan əvvəl məlumatlar hamısı orada olur və çox maraqlı. Bu videonun altında sizin üçün öz Instagram linkini qoyacağım. Tam qızlar ürəyinə sizə tövsiyə eləyə biləcəyim bir ustadır. Əgər Həzər Aslanov ətrafında yaşayırsınızsa, dizayn daxil 20 manata belə gözəl dırnaqlar siz də eləyə bilərsiniz. Çox gözəldir. Vuruldum. Gedim evə, qəşəng montaj edeyim, reelsi və paylaşım. Riyaska bir külək qalxıb, üşüyürəm, donuram. Hava yaxşı idi çıxanda. Yaxşı ki, heç olmasa altından belə bir mayka geymişəm. Amma cəmaat qurtqalarlandır. Tez evə çatım, qaynar çay içim. Hələ dırnaqlarla bu mənim çepinə də maraqlı şəkildə alındıra bildik. Evə gələn kimi eynimi dəyişdim, makiyajımı sildim. Nəmləndirici krem və baxım məhsulları hamısını tətbiq edəndən sonra bir stəkan çay içəndən sonra uca başlayıram çəkilişə. Orqanayzer sürüşməsin deyə altına yapışdırıcı belə nakleykalar var idi. Xırda onları da yapışdırdım və heç sürüşmür. Bir sözlə o qədər mükəmməldir. Düzdür, çox da ucuz deyil. 49 manatadır hal-hazırda. Mən də deyəsən hələ o qiymətə almışam. Amma çox funksionaldır. 5-10 manata siz bu keyfiyyətdə orqanayzer tapa bilməzsiniz. Ən əsaslı ki, qızlar, mənim linkdən temunu yükləyin ki, paket kupon olsun və vaxt-vaxtında onlar yenilənir. Elə olduğu halda siz bunu misal üçün 50 manata yox, 25 manata alacaqsınız. Çünki kuponu da istifadə eləmiş olacaqsınız. Amma bu yalnız ilk müştərilər üçün şamil olunub və mütləq hal-hazırda ekranda gördüyünüz promo kodu da istifadə edin. O da sizə əlavə olaraq 30% endirim də verir. Mən düşünürdüm ki, mənim bijuteriyalarım çoxdur, amma yerləşdirəndən sonra başa düşdüm ki, xeyli şey almalıyım bu asılqanı doldurmaq üçün. Və ən əsas kombinləri yığanda, aksesuarları onlara uyğun seçəndə siz hamısını belə görürsünüz. Rahat seçim eləmək olur. Yoxsa bəzi sırğaları ümumiyyətlə unuduram ki, məndə belə bir şey var. Bundan əvvəl yalnız qızıl taxırdım və qızılları alırdım. Hal-hazırda həm çox bahalaşıb, həm də ki, xoşuma gəlmir. Bunları isə qızlar tullayacağam. Bəziləri qaralıb. Qalandan sonra bir dəfə də taxmamışam, heç qaralmayıb da, amma açıb bağlanan hissəsində problem var. Ona görə onsuz da taxmayacağam, tullayıram. Bəziləri isə bu vəziyyətindədir, təəssüf ki. Ona görə qızlar, bundan sonra Temudan bijuteriya sifariş eləyərkən mütləq paslanmaz polad materialı götürəcəm. Biraz baha olsun, amma belə tullamayım.
Və bu yalnız Temu'ya aid deyil. Bunları New Yorker'dən almışdım və aldığım bir ay sonra başladı qaralmağa. İndi videoda bilinmir, amma qaralıb. Kifayət qədər qaralıb. Sadəcə video təəssüf ki, keçirmir bu hissi. Bunları da tullayıram məcbur və bunları ucuz almamışdım bu arada. İndi bir-bir göstərməyim. Bəzi yerlərdə qaşlar çıxıb. Bunları da tullayıram. Bir sözlə bunları hamısını. Həm də ki, uca açmışam. Xladilnikdə bizdə, daha doğrusu marazelkada hazır belə kotletlər var. Mama üçün və özüm üçün hazırlayım püreyini birlikdə. Kartofdan püre eləyəcəm. Uca qoymuşdum. Az qalıb, uca hazırlanır. Mən qızlar yağı çox əlavə eləyəndə xoşlayıram, mama isə o qədər də yox. Ona görə ortalama bir şey əlavə eləyirəm. Pürəni hazırlayarkən rəhmətli nənəm yadıma düşdü. Uşaqlıqdan əti çox da sevmirəm. Belə bir pürəyə 2 dənə yumurta əlavə eləyib qəşəng belə kotletlər hazırlayırdı və onları qızardıb mənə verirdi. Bir gün onu da mütləq hazırlamaq lazımdır. Bəh. Bilmirəm, yadınıza gəlir ya yox, bunları tutarkən sizin üçün vlogda çəkmişdim. Güya ki, qışa tutmuşuq, amma qışa qədər hamısını yeyib qutaracağıq. Evdə yalnız mən və mama olduğuna görə çox hazırlamadım, hələ bir dəfə yemək üçün. Siz isə rey bölməsində məni istiqamətləndirməyi unutmayın. Vloglarda nələri daha çox görməyi istəyirsiniz? Şəhərdə mağazaları gəzməyi, restoranları gəzməyi, Temu bağlama açılmağı və yaxud hansı bir reseptlər bəlkə də. Çox qızlar hazırdır. Çox iştah açıcı alınır və dəhşət daddır. Çünki pürenin dadına mən uşaya baxmışam kadr arxası. Gördüm ki, taryalkamda bir şey çatmır. Zövqlər necə də dəyişilir. Bundan əvvəl soğan görəndə ürəyim bulanırdı. İndi isə xoşlayıram. Qəşəng çay da qoymuşam. Bundan əvvəl mama mənə yalan danışırdı ki, əbədin içində soğan yoxdur, mən yiyeyim deyə. Hal-hazırda düzünü desəm, yeməyin içində lap belə soğan görsənməyin tərəfdarı deyiləm. Amma belə əlavə kimi yiyirəm. Özdə ki, qırmızı soğan. İndi oldu əla. İndi isə gəlin zapasda olan məhsullardan izləyicim üçün birinə hədiyyə yığaq. Təzə almışam, özüm istifadə elədim. Rozovunu çox gözəldir. Bunu isə hədiyyəyə qoyaq. Zero'nun Cleansing Balm. Bilməm bunlardan hansını, gəlin yaşılı qoyaq. Sonra dodaq balzamlardan birini, rəngləri eyni olsun deyə yaşılı avokadolu. Başqa burada yaşıl sponjik görürəm. Qəşəng yumşaqdır. 2 dənə belə dodaq qələmim. Belə bir əl kremi. Həm ölçüsü balacadır, çantanın içinə qoymaq çox asandır. Mən də hal-hazırda istifadədə bunun çiyələklidir. Bunu da qızlar özümdə istifadə edirəm. Bunun yaşılı hal-hazırda vannadadır. Trendyoldan sifariş eləmişdim. Çox gözəldir. Skrab kimi çimərkən istifadə edirəm. Bunu da əlavə edək. Düşünürəm bəyənəcəyim. Hələ burada yaşıl bağlı vəziyyətində olan baş bandı var. Açmayaq, hələ bağlı vəziyyətində qoyaq. Görürsünüz qızlar, təcili nəsə lazım olanda zapasdakı məhsullar necə mənə kömək olur. Təzə sifariş elədiyim gümüş üzük var. 6 razmerindədir. Ümid edirəm ki, düz gələr. Üzüqə layiq belə balaca qara qarobkam var. Gəlin belə yaxından da göstərim. Burada sonsuz işarəsi var və xırda rəngbərəng qaşlar. Məncə əla. İndi bunlara uyğun bir dənə paket tapım. O da olmalıdır məndən. Görəsən bu ən balaca paketin içinə yerləşəcək və yaxud bu yaşıl olsun. İçindəkilər də yaşıldır. Bu daha uyğundur. Hər şey yerləşdi. Qaldı həmin xanıma yazmaq və ona təhvil vermək bunu.
Mən isə qızlar gedirəm bu videonu montaj edib sabah 12-də paylaşmaq üçün. Sizə isə demək istəyirəm, çox sağ olun ki, bu videonu axıra qədər izlədiniz. Mənə abunə olub və like düyməsini basmağı unutmayın.